Doktor, ben hansı qidalardan biz qidalanmalıyıq ki? Bax, çünki bütün doktor deyir yağlı yeməməlidir, onu eləməməlidir. Bu hansı qidalarla qidalanmalıyıq ki biz yəni adətən də, yəni gündəlik olaraq hansı qidalarla qidalanmalıyıq ki, bu bizim orqanizmamız belə deyək də yaxşı ildə bayram eləsin, sağlam yaşayaq. Xüsusi bir resept yox. Elə biz gözümüzü açandan baba nənədən nə görmüşük, nə ata-anadan nə görmüşük ondan qidalansaq bizim ömrümüz uzun olar. Nədir o? Həmişə, yəni bax bugün hər zaman deyirəm, 100 qadının 100 evə qonaq gəlirsən, orada 100 xanımdan 10 nəfəri stolun üstünə göyərti qoymur. 365 gün Babət bəy göyərti olur Azərbaycanda. Özdə ucuz. Özdə ucuz. Bizim evdə adətən çox işlənir o göyərti. Sağ olsunlar ki, 10 nəfərdən birinə düşdünüz. Yəni çox gözəldir. Bir. İkincisi, qoz, fındıq, badam, nə bilim, noxud, lobya. O gün birinə deyirlər ki, deyir mənə təbəzələ nə yiyin? Ağlı cavab verir ki, lobya yiyin, noxud yiyin. Deyir mən ölsəm də onu yemərəm. Çörək əvəzidir. Yox, o ətini əvəz edir də, zulalı verir həmin zulalı. Zulalı verir. Sən hətta deyirlər, çox lobya yemə, zulalı çoxdur, börəyə ziyandır. Yox, eləməz. Bitki zulalının heç nəyə ziyanı yox. Hə, bitki zulalının ümumiyyətlə heç nəyə ziyanı yox. Yoxdur? Yox. Ət qidası olmaz yəni, yoxsa nətər? Ət, məsələn, o olsaydı, mən də kebab yemək istəyərəm. Mən də yeyərdim. 30 ildir mən bunu qidalanmıramsa, demək öz ziyanlı bir şeydir. Ətdən maksimal dərəcədə aralı demək. Qırmızı ətdən uzaq durmaq lazım. Balığın ziyanı yoxdur.